Nə vaxta qədər biz vətəndaş olaraq bu ölkədə biz əziyyət çəkməliyik? Şamaxı sakini Adil Bəkirov uzun müddətdir iş tapa bilmədiyindən şikayət edərək prezidentə müraciət edib. O, 3 övladı ilə ehtiyac içində yaşadığını, iş axtarışlarının nəticəsiz qaldığını deyir. Onun sözlərinə görə dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də problemin həlli ilə bağlı nəticə əldə olunmayıb. Mən Azərbaycan Respublikasının vətəndaşıyam, cənab prezident. Mənim bu ölkədə mənim övladlarımın haqqı var ki, yaşasın. Ancaq çox təəssüf ki, biz problem içində yaşamağa davam edirik. Sizə etdiyimiz müraciətlərimiz çox təəssüf ki, eşidilmir. Niyə aidiyyəti qurumlar vətəndaşa köməklik göstərmək istəmir? Biz də dillənəndə bir vətəndaş olaraq deyirlər ki, ölkədə iş var, vətəndaşlar işləmək istəmirlər. Hani bəs iş varsa, mən vətəndaş olaraq məni niyə işdən çıxardırlar ki, mən bir dəqiqə 3 övladımı mən çarəsiz vəziyyətdə qoyum? Dövlət Məşğulluq Agentliyi Adil Bəkirovun müraciətinə cavab olaraq bildirib ki, ona Meysəri Hotel MMC-də bağban vakansiyası təklif olunub. Vakansiyaya göndəriş verilsə də, işə götürən tərəfindən göndərişə cavab verilməyib. Şamaxı rayon İcra Hakimiyyəti isə işlə təminat məsələsi ilə bağlı ona Dövlət Məşğulluq Agentliyinə müraciət etməyi tövsiyə edib. Dövlət Sosial Müdafiə Fondu isə ailəyə ödənilən 374 manat 87 qəpik məbləğində ünvanlı sosial yardımın ailə gəlirlərində dəyişiklik əsas gətirilərək 2025-ci ilin noyabrın 1-dən dayandırıldığını açıqlayıb.